Biz ötən dərsimizdə artıq danışdıq data nədir, databaza nədir, relational databaza nədir, SQL, Oracle, bütün bunları danışdıq. İndi isə biz sizlə danışacağıq data tiplərindən. Bildiyiniz kimi hər bir data eyni formada ola bilməz. Rəqəm məlumatı da ola bilər, tekst məlumatı da ola bilər. Yəni bir çox formalarda datalar bizə gəlib çatır. Burada isə onların bəzi növlərindən danışacağıq. Deməli, birinci başlayaq chardan. Char data tipi müəyyən uzunluqda olur. Yəni siz onu təyin edirsiniz, müəyyən uzunluqda olur. Baxın, burada da qeyd olunduğu kimi fixed length character data. Varchar isə onun tərsinə dəyişkən uzunluqda olan mətin təbii ki, burada string datadan gedir. String yəni mətin tipli data tipidir, yəni. Burada isə müəyyən deyil də dəyişkən formada, uzunluqda datalardan söhbət gedir. N-varcharın varchardan fərqi nədir? N-varchar Unicode dəstəkləyir. Məsələn, Azərbaycan dilində Ə hərfi var, Ğ hərfi var. Əvvəllər N-varchar tipi yox idi, sonradan yarandı. Məsələn, Ə hərfi əvəzinə E hərfi və yaxud A hərfi istifadə edirdilər. Artıq hal-hazırda N-varchar tipi də var və Unicode dəstəklədiyi üçün biz rahatlıqla əlifbamızın hərflərindən istifadə edə bilərik. Glob və bloba gəldikdə, belə qeyd edeyim. Glob tekst formasında olur. Blob isə şəkil, video, PDF və s. formada olur. Glob insan tərəfindən oxunaqlı olur tekst formasında olduğu üçün. Blob isə şifrələnmiş formada olur. Birlərlə, sıfırlarla məsələn binary deyirik. Bu üsulla şifrələnir və insan tərəfindən oxunaqlı deyil təbii ki. Keçirik data tiplərindən date and time data tipinə. Date tipi sadəcə tarixi özündə ehtiva eləyir. Timestamp iki formada burada görürsüz qeyd eləmişik. Timestampin niyə görə belə deyim, daha çox vurğulanır? Timestamp niyə görə lazım olur? Tutaq ki, siz qeyd eləyək, məsələn, hər hansısa bir bankda bir əməliyyat etmisiniz və yaxud ödəniş etmisiniz. Məsələn, 12-yə 1 dəqiqədən də az qalmış, nə bilim 55 saniyə, 5 millisaniyə tutaq ki, qalmış bir əməliyyat keçirmisiniz. Onun dəqiq tarixinə baxmaq üçün timestampdən istifadə olunur. Burada isə fərqi sırf qurşaqlara görə, time zone, yəni zaman, saat qurşaqlarına görə fərqi nəzərdə tutulur. Bunlara növbəti dərslərdə detallı baxacağıq təbii ki. Gələk SQL-ın əmrlərinə. SQL commands. Bu SQL komandlar əslində 5 növə bölünür. Sadəcə burada 4 növünü qeyd eləmişəm. 4 növü kifayətdir. Deməli, sırf burada struktur olaraq baxa bilərsiniz necə bölünür. Burada isə adlarını, kateqoriyaları və məqsədlərini qeyd etmişəm. Birinci başlayaq DML-dən, yəni ki, Data Manipulation Language-dən. Data Manipulation Language niyə istifadə olunur? Məlumatları idarə etmək üçün burada qeyd etmişəm. Niyə? Çünki biz bayaq dedik, məlumatı biz bazadan çəkməliyik, o məlumatın üstündə müəyyən dəyişikliklər eləməliyik, əlavələr eləməliyik. Bütün bunları etmək üçün DML əmrlərindən istifadə olunur. Burada da gördüyünüz kimi select, insert, update, delete, merge. Bu əmrləri qeyd etmişəm. DDL, Data Definition Language. Bu nə üçün istifadə olunur? Struktur yaratmaq və dəyişmək. Yəni bu nədir? Siz cədvəli yaratmalısınız, düzdür? Bu cədvəli yaradanda nə yaratmış olursunuz? Struktur yaratmış olursunuz. Orada hər hansısa bir dəyişiklik eləmək istəyirsiniz strukturun özündə. Düzdür? Hər hansısa bir məlumatı silmək istəyirsiniz, yəni strukturu silmək istəyirsiniz. Tamamilə, yəni hər bir şeyi silmək istəyirsiniz. Burada drop-dan istifadə olunur. Truncate də silməkdir, amma truncate məlumatları silir, strukturun özünü saxlayır. Yəni bu formada dəyişikliklər etmək üçün biz Data Definition Language-dən istifadə edəcəyik. O hissənin əmrlərindən istifadə edəcəyik. DCL, yəni Data Control Language,
Burada icazələr və hüquqlar qeyd eləmişəm. Grant icazə vermək deməkdir. Revoke icazəni almaq deməkdir. Hər hansısa bir əmri yerinə yetirmək üçün icazə verib və yaxud icazəni ləğv edə bilərik. TCL Transaction Control Language-dir. Bu da əməliyyatların idarə edilməsi üçün istifadə olunur. Məsələn, növbəti dərslərdə baxacağıq. Hər hansısa bir sorğu yazmışıq və bu sorğunun o formada da save olunmasını istəyirik. Commitdən istifadə edəcəyik. Və yaxud geri qaytarılma Ctrl-Z deyək buna, rollback-dən istifadə edəcəyik. Bunların hər birinə detallı növbəti dərslərdə baxacağıq artıq. Və biraz da operatorlardan danışaq. Operatorlar nədir? Yəni riyaziyyat dərsində keçdiyimiz kimidir əslində. Yəni bir dəyişənin o birisi dəyişəndən müqayisəsini göstərir. Məsələn, bərabərdir, normal şəkildə bərabərdir. Bərabər deyil. Hər iki cür istifadə olunur. Bir nida işarəsi və bərabər qeyd edə bilərsiniz. Bir də böyükdür, kiçikdir işarəsi istifadə edə bilərsiniz. Bu formada hər ikisi bərabər deyil deməkdir. Böyükdür, kiçikdir, böyükdür, bərabərdir, kiçikdir, bərabərdir. Burada nida yenə də qarşısında var. Kiçikdir, kiçik deyil bu formada və yaxud böyük deyil. Bunlardan istifadə edə bilərsiniz bu operatorlardan. Bunlara da növbəti dərsdə detallı baxacağıq. Bu dərsimiz bu qədər idi. Dinlədiyiniz üçün təşəkkür edirəm.